Şou biznesdə baş verən hər hadisədən xəbərimiz olduğu kimi, mədəniyyət dünyasındakı yeniliklərdən də bir xəbər deyilik. Bu dəfə sizə haqqında danışacağımız gənc istedad Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi Nihat Kamillidir. Ölkə daxilində, həm də beynəlxalq müsabiqələrdə musiqimizi layiqincə təmsil edən Nihat, dünən müəllimləri və dinləyiciləri qarşısında növbəti dəfə istedadını nümayiş etdirməyi bacardı. Bu konsertə 2 aydır ki, artıq hazırlaşıram. Konserti verməyin məqsədi odur ki, bizim kimi gənc ifaçılar gələcəkdə səhnələrdə ifa eləyəndə artıq indidən hazırlaşsınlar səhnəyə. Konsertdə klassik əsərlərdir, klassik xarici bəstəkarların və klassik Azərbaycan bəstəkarlarının əsərləri və muğamlar ifa olunacaq. Sevinirəm ki, gələcəyində belə bir bizim tarzənimiz yetişəcək. Mən də baxıb inşallah ona fəxr edəcəm ki, bu uşaq bu əllərdən çıxıb. Nihat bizim çox çalışqan şagirdlərimizdən olub. Mən fəxr edirəm ki, bugünkü gün Nihatın konsertində iştirak edirəm. Bu çox fərəhləndirici, sevindiricidir. Bir müəllim kimi mənim üçün qürur verir. Tar bizim kimliyimizdir, bizim millətimizin adıdır, torpağımızdır mən deyərdim. Bizə heç qılıncı lazımdır, tar elə bizim qılıncımızdır, saz bizim qılıncımızdır, kimliyimizdir. Usta sənətkarlardan dərs alan gənc tarzənin hədəfi daha böyük səhnələrdə çıxış etməkdir. Biz də bu uğurlu yolun başlanğıcında olan Nihat Kamilliyə bol şans və sənət yolunda parlaq nailiyyətlər arzu edirik.